Əziz dinləyicilər, sadə cümlənin şəxsə görə növünü müəyyən edərkən, xəbər cümlədə üçüncü şəxsin cəmində olduqda nələrə diqqət etməliyik? Xəbər üçüncü şəxsin cəmindədirsə, bu halda cümlə həm müəyyən şəxsli, həm ümumi şəxsli, həm də qeyri-müəyyən şəxsli ola bilər. Biz nələrə diqqət etməliyik? Əgər cümlədə mübtəda varsa, bu müəyyən şəxs olacaq. Məsələn, hazırlaşırdılar. Kim? Onlar. Cümlənin mübtədası var. Bu müəyyən şəxsli cümlədir. Əgər cümlədə mübtəda yoxdur, hazırlaşırlar. Kim? Onlar. Onlar təsəvvür olunur. Yəni cümlənin mübtədası yoxdur. Bərpa yox, sadəcə təsəvvür olunur. Və həmin onlar bir qrup şəxsdir. Onlar imtahana hazırlaşır. Hamı yox, məhz onlar imtahana hazırlaşır. İmtahana ciddi hazırlaşarlar. Deməli, bu məqamda nə olacaq? Qeyri-müəyyən şəxs olacaq. İmtahana ciddi hazırlaşarlar. Hazırlaşarlar kim? Onlar. Burada isə söhbət bir neçə şəxsdən getmir. Hamıya aiddir. İmtahana ciddi hazırlaşarlar. Artıq bu olacaq ümumi şəxsli cümlə. Ümumi şəxsli cümlə. Əziz dinləyicilər, sadə cümlənin şəxsə görə növünü müəyyən edərkən, xəbər cümlədə üçüncü şəxsin cəmində olduqda nələrə diqqət etməliyik? Xəbər üçüncü şəxsin cəmindədirsə, bu halda cümlə həm müəyyən şəxsli, həm ümumi şəxsli, həm də qeyri-müəyyən şəxsli ola bilər. Biz nələrə diqqət etməliyik? Əgər cümlədə mübtəda varsa, bu müəyyən şəxs olacaq. Məsələn, hazırlaşırdılar. Kim? Onlar. Cümlənin mübtədası var. Bu müəyyən şəxsli cümlədir. Əgər cümlədə mübtəda yoxdur, hazırlaşırlar. Kim? Onlar. Onlar təsəvvür olunur. Yəni cümlənin mübtədası yoxdur. Bərpa yox, sadəcə təsəvvür olunur. Və həmin onlar bir qrup şəxsdir. Onlar imtahana hazırlaşır. Hamı yox, məhz onlar imtahana hazırlaşır. İmtahana ciddi hazırlaşarlar. Deməli, bu məqamda nə olacaq? Qeyri-müəyyən şəxs olacaq. İmtahana ciddi hazırlaşarlar. Hazırlaşarlar kim? Onlar. Burada isə söhbət bir neçə şəxsdən getmir. Hamıya aiddir. İmtahana ciddi hazırlaşarlar. Artıq bu olacaq ümumi şəxsli cümlə. Ümumi şəxsli cümlə.